أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. Bismillahirrahmanirrahim. Möhtərəm izləyicilərimiz, 114 TV-nin efirində Ramazan söhbətlərini dinləyirsiniz yenə. Allahın salamı, rəhməti, bərəkəti olsun sizə. Duaların qəbul olan vaxtındayıq. Dualarınız qəbul olsun möhtərəm izləyicilərimiz. Bugünkü verilişimizin əziz və dəyərli qonağı, həmsöhbətimiz Sabirabad rayon Suqovuşan kənd məscidinin imamı İbad Əliyevdir. Salamlayıram, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. İbadətləriniz qəbul olsun. Çox sağ olun. Zəhmət çəkmisiniz, uzaq bir məsafədən gəlmisiniz. Əvvəla sizin rayon cəmaatını da salamlayırıq. Bizim oradan izləyicilərimiz çoxdur Sabirabaddan. Allahın salamı olsun onlara. Çox sağ ol, təşəkkür edirəm. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəlmisiniz. Ramazan ayı haqqında ümumi bir söhbət istəyəcəyik sizdən. Ümumiyyətlə Ramazan ayı. Biz adətən Ramazan verilişləri boyunca müxtəlif mövzulara toxunuruq. Amma əlbəttə ki, Ramazanın ətri, Ramazanın söhbətləri olmadan olmaz təbii ki. İnsanlar bəzən unudurlar necə bir aydadılar. Unudurlar ki, necə bir əzəmətli aydadılar. Ona görə bir xatırlama lazımdır ki, necə gözəl bir günlərdədirlər, anlardadılar. Buyurun, söz sizdədir.
Bismillahirrahmanirrahim. Başlayıram, bağışlayan, rəhm eləyən, mərhəmətli, mehriban Allahın adıyla sizi və bizi izləyən izləyicilərin hər birisini ayrı-ayrılıqda salamlayıram. Ümumiyyətlə, Ramazan kəlməsi Ramazan rəmz sözündən götürülüb, mənası günəşin şiddətlə şüa vurmasına deyərlər. Hədislərdə var ki, Ramazan deməyin, bəlkə də mübarək Ramazan ayı deyin. Ramazan ayının bir adı da Şəhrullahdır. Şəhrullah Allahın ayı. Ramazan ayının bir adı Şəhru Rəca, arzu və ümid ayıdır. Bu ay arzu və ümid ayıdır. Bu ayda insan daha çox Allaha dua etməlidir. Daha çox zikirlər etməlidir. Hətta İmam Muhammed Baqir əleyhissalam deyir ki, Həzrəti Peyğəmbər əleyhissalam Şaban ayının son cüməsində xütbə oxuyaraq Allaha həmd səna etdikdən sonra buyurdu. Sizin üzərinizə elə bir rəhmət ayı nazil olmuşdur ki, hətta bu ayda 1000 aydan xeyirli bir gecə var. Bu ay Ramazan ayıdır və Allah bu ayın orucunu tutmağı biz insanlara vacib edib və bu ayın ilk gecəsində bir müstəhəb və bir nafilə namaz qılmaq digər ayların 70 gecəsində qılınan namazın savabına bərabər edib. Yəni hər kim bu ayda, yəni Ramazan ayında Allahın vacib etdiyi işlərdən birini yerinə yetirərsə, sanki digər aylarda Allahın vacib etdiyi 70 əmri yerinə yetirmişdir. Bu ay səbr ayıdır. Bu ay ruhun dincəlməsi ayıdır. Həzrəti Peyğəmbər əleyhissalamdan sual etdilər: "Ey Allahın rəsulu, bəs yaxşı, ruh gözə görünməyən bir varlıqdır. O necə dincəlir?" Peyğəmbərimiz buyurdu: "İnsanın ruhu yalnız ibadət etməklə, oruç tutmaqla insanın ruhu dincəlir." İmam Cəfər Sadiq əleyhissalam xüsusi olaraq Ramazan ayı başlayanda Ramazan ayının birinci günündən Ramazan ayının sonuncu gününə qədər ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərərdi. Hətta Peyğəmbərimiz buyurur ki, hər kim oruç tutan insana iftar süfrəsi verərsə, sanki onun bütün günahları bağışlanar və bir qulu azad etmək savabını qazanar. Dedilər: "Ey Allahın rəsulu, bəzi insanların maddi imkanı var, bəzi insanların maddi imkanı yoxdur. Bu imtiyazdan yararlanır. Bəli, oruçdan insana verməyə bəs biz nə edək?" Peyğəmbərimiz buyurdu ki, Allah kərim və səxavətlidir. Ümumiyyətlə, biz bu ayda 4 xüsusiyyətə ehtiyaclıyıq və onlar bizdə olmalıdır. Kim bu ayda öz ehtiyacında olan, yəni bir fəqirin, bir yoxsulun maddi və mənəvi dəstək olarsa, onun tələbatını təmin eləyərsə, Allah da onun işini asan və yüngül edər. O 4 xüsusiyyətdən ikisinə gəldikdə, birinci Allahın razılığını qazanmağımızdır. İkinci xüsusiyyət isə yalnız biz özümüz ona möhtacıq. Allahın razılığını qazanmaq xüsusiyyətinə gəldikdə, Allahın təkliyinə şəhadət vermək. La ilahə illallah. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. İkinci, Peyğəmbərin peyğəmbərliyinə şəhadət vermək. Bizim özümüzün ona ehtiyacımız var. Yəni bu xüsusiyyətə gəldikdə Allahdan Allahın razılığını qazanmağımız və Allahdan cənnəti istəməyimiz. Təbii ki, cənnət barəsində Qurani-Kərimdə ayələr mövcuddur. Eyni zamanda məsumların hədisləri mövcuddur. Ən nəhayət ikincisi bundan ibarətdir ki, sağlam can istəmək və eyni zamanda cəhənnəm odundan Allaha biz pənah aparmağımız. Bu barədə də Qurani-Kərimdə hədislər və eyni zamanda ayələr mövcuddur. Həzrəti İmam Əli maraqlı bir məsələni biz insanların diqqətinə çatdırır. İmam Əli Nəhcül Bəlağəsində deyir ki, mənim sistemimdə heç bir insan qarışqanın qazandığını onun ağzından ala bilməz. Yəni mənim qaydamda hər bir insan digərinə bərabərdir. Əgər müsəlmandırsa imanında və müsəlman deyilsə insanlığında. Bu məsələləri insanlara çatdırırdı. Ona görə də bu ay ruzu ayıdır. İnsan daha çox Allaha dua etməlidir və eyni zamanda dua ayıdır. Hədis-i şərifədə qeyd olunur ki, Oğuz qızı Xəlladəni behiştlə müjdələ.
O cənnətdə səninlə bir yerdə olacaq. Dedi, bəlkə Allah başqa bir xəlladən nəzərdə tutub. Dedi, xeyr, Allah məhz bu xəlladən nəzərdə tutub. Bəs sən necə oldu bu dərəcəyə çatdın? Dedi, bütün çətin anlarda, çətin dəqiqələrdə ruzum olmadığı halda bir tikə çörək tapıb yeyirdim, Allaha şükür edirdim. Allah da mənə bu dərəcəni və bu məqamı verdi. Bu ay eyni zamanda təqva ayıdır. Bu ay səbr ayıdır, həm də mükafat ayıdır. Peyğəmbərimiz şəxsən özü buyurur ki, oruc mənimdir və onun mükafatını şəxsən mən özüm verəcəm insanlara. Bəzi insanlar elə oruc tutmaqla kifayətlənirlər, yetinirlər. Yəni orucluqdur, Ramazan ayıdır, ləbbeyk, mən oruc tuturam, orucam. Digər əməllər biraz tənbəllik mi deyim, ya necəsə məsuliyyət hiss etmirlər. Bax, ümumiyyətlə, bax, bu Ramazan ayında nə əməllər etməliyik ki, Allahın rızayətini qazanaq, razılığını qazanaq, ümumiyyətlə, tam olsun, dadlı duzlu olsun da bu ay, mübarək ay. Ümumiyyətlə, Quran-ı Kərimin ayələrinə nəzər salanda və məsumların hədislərinə nəzər salanda, Həzrəti İmam Əli deyir ki, elə ki, Şaban ayından qurtarmağa 3 gün qaldı, mən Peyğəmbər əleyhissalama sual elədim, artıq Ramazan ayı yaxınlaşır. Ey Allahın Rəsulu, bu ayda insan hansı əməlləri etməlidir və hansı əməllərdən uzaq olmalıdır? Peyğəmbərimiz buyurdu ki, insan Allahın vacib etdiyi əməlləri yerinə yetirməlidir və eyni zamanda günahdan çəkinməlidir. Sonra Peyğəmbərimiz ağlayır. Dedim, ey Allahın Rəsulu, nəyə görə ağlayırsan? Dedi ki, ya Əli, sənin başına gələcək müsibətlərə görə ağlayıram. O, ya Əli, ya Rəsulullah, mən dinimdə sabit qalacağam. Dedi, əlbəttə sən dinində sabit və möhkəm qalacaqsan. Onda Rəsulullah buyurdu, ya Əli, səni sevən məni sevmişdir. Sənə müxalif olan mənə müxalif olmuşdur. Sənə məhəbbət bəsləyən və mənə məhəbbət bəsləmişdir. Hər kim bu ayda, yəni Ramazan ayında özünün günahlarını bağışlatdırmasa, Allah onu öz rəhmətindən uzaq eləyər. Və yaxud da Peyğəmbərimiz buyurur, hər kim bu ayda, Ramazan ayında valideyni sağ ola-ola, dünyada yaşaya-yaşaya özünü bağışlatdırmasa, Allah onu öz rəhmətindən uzaq edər. Ona görə də Peyğəmbərimiz buyurur ki, cənnətdə bir qapı var, onun adı Rəyyandır. Hətta hədis-i şərifələrdə qeyd olunur ki, Peyğəmbərimiz buyurur ki, müsəlman kişi və qadınlar oradan daxil olacaqlar. Ey mənim ümmətim Rəyyana tərəf tələsin. Hətta səhabələrdən biz nümunələr gətirə bilərik. Yəni səhabə imamın Peyğəmbərin dövründə yaşayıb, imamla, Peyğəmbərlə söhbət eləyən insanlara səhabələr deyirdilər. Bilal Həbəş ilk dəfə azan verən şəxsi Bilal Həbəş idi. Tarixlərdən bizə məlumdur. Peyğəmbərimiz Bilalın qəlbini bilirdi, ürəyini bilirdi və bir gün dedi ki, ey Bilal, səhər yeməyi yemirsənmi? Dedi, Allahın Rəsulu, mən orucam. Peyğəmbərimiz buyurdu ki, Bilalın yeməyi cənnətdəndir. Və buyurdu, ey Bilal, insanları məscidə topla. Bilal insanları məscidə toplayır. Peyğəmbərimiz Allah Rəsulu insanlarla bir yerdə namaz qılandan sonra Həzrət Rəsulullah mənbərə çıxdı. Allaha həmd səna etdikdən sonra xütbə oxuyur. Deyir ki, ey insanlar, sizin üzərinizə elə bir ay nazil olub ki, bu ayda böyük bir bərəkət var, böyük bir məğfirət var, böyük bir bağışlanma var. Bu ayda cənnətin qapıları açılar və cəhənnəmin qapıları bağlanar. Hətta şeytan bu ayda zəncirlənib. Eyni zamanda qeyd etdiyim kimi dua ayıdır, məğfirət ayıdır və bağışlanmaq ayıdır. 3 dəstə insanlar var ki, hədislərdə onların duaları daha tez qəbul olar. Peyğəmbərimiz buyurur, birincisi oruç tutan insan, ikincisi müsafir, yəni səfər edən insan, üçüncüsü budur ki, zülmə məruz qalmış insan. Yəni bu insanların duaları ilahi dərgahında daha tez qəbul olar. Belə demək olar da, yəni bəzən məsələn qabaqda, qədimdə xüsusi bir insanlar olurdu ki, onların yanına gedərdilər mənim üçün dua elə. Elə indinin özündə də onlarda xas möminlər var, xalis möminlərə digər insanlar iltimas dua istəyərlər, onlardan dua etməsini istəyərlər və yəqinləri var ki, bunun duası qəbul olacaq. Ya ziyarətə gedən insandan dua istəyirlər ki, orada mənim üçün bir dua elə. Oruç tutan insan da
bu kimidir də. Hardasa oruç tutan insana yaxınlaşıb dua istəyəsən ki, mənim üçün dua elə. Onun da hardasa ya bu ziyarətə gedir, ya ziyarətdə imiş kimi, ya övliya deməyək, bir mömin kimi yanaşaq da ki, bunun duası qəbul, müstəcab olan bir şəxs kimi görməliyik oruç tutanı. Bax, belə yanaşmaq olar da. Allah Qurani Kərimdə, yenə də biz Qurana müraciət eləsək, Qurani Kərimdə Allah bizə təqvadan danışır. Ümumiyyətlə, vəsilə məsələsi dinimizdə gözəl, aktual məsələlərdən biridir. Allah Qurani Kərimdə ayədə buyurur ki, Ya əyyuhəl-ləzina amenü təqullahə vəbtaqu iləhil vəsilə. Ey iman gətirənlər, təqvalı olun, vəsilə ilə Allahı seçin, Allahı axtarın, Allaha yaxınlaşın. Sadə, elementar bir misal. Əgər bir gənc oğlan atası tərəfindən evdən qovulursa, ikinci dəfə həmən gənc oğlan fikirləşir, əgər mən evə qayıtsam, atam məni evə qoymayacaq. Bəs nə edir? Atasının ən yaxın dostunu tapır, onun vasitəsilə ondan xahiş edir ki, mənimlə bir yerdə gedək, bəlkə atam sənə xatir məni evə çağırsın, ya məni evə qovsun. Ümumiyyətlə, bu məsələlər dinimizdə böyük məsələlərdən biridir. Hətta Peyğəmbərimiz buyurur ki, bir neçə xüsusiyyətlər vardır ki, ümumiyyətlə mənim ondan xoşum gəlmir. İstər Ramazan ayında olsun, istər digər aylarda olsun, fərq eləməz. Peyğəmbərimiz buyurur ki, mənim ondan xoşum gəlmir. Birincisi budur ki, namazın zahiri formasını pozan işlər. İkincisi budur ki, söymək, istər Ramazan ayı olsun, istər digər vaxtlarda olsun, fərq eləməz. Üçüncüsü budur ki, sədəqə verdikdən sonra minnət qoymaq. Hətta qərb alimi Boqratdan sual etdilər. Dedilər, insaniyyət nədir? Dedi, ucalıq zamanında təvazökarlıq və qüdrət zamanında əhv edib bağışlamaq. Səxavətli halında minnətsiz bəxşiş. Yəni, kiməsə nəyisə hədiyyə edirsənsə, onu minnətlə etməyəsən. Dördüncüsü budur ki, məscidlərdə cənabətli olmaq. Beşincisi, Peyğəmbərimiz buyurur ki, insanların həyətlərinə boylanıb baxmaq. Altıncısı, Peyğəmbərimiz buyurur ki, qəbirstanlıqda gülmək. İstər Ramazan ayı olsun, istər digər aylarda olsun, fərq eləməz. Hətta İmam Cəfər Sadiq əleyhissalam deyir ki, əgər bir insan Ramazan ayında bir gün oruç tutarsa, cənnət ona vacib olar. Yox, əgər 2 gün oruç tutarsa, hətta siddiqlərlə, peyğəmbərlərlə, şəhidlərlə dost olar. Əgər Ramazan ayının 3-cü günü oruç tutarsa, Peyğəmbərimiz buyurur ki, şəxsən cənnətdə mənimlə bir yerdə olar. Yəni, bu məsələlər dinimizdə böyük məsələlərdən biridir. Yəni, bu qədər dəyər verilir oruçdan. Ona görə də elə sanki övliya qismində, övliya da bayaq da dediyimiz kimi də övliya deməsək də, yəni əzəmətli bir insan kimi olur, yəni ondan insanlar dua istəməlidir. Yəni oruç tutanlar çoxsuna sual versən ki, sən bax, sənin duan qəbul olacaq, yəni bu həddə, yəni sənə bu qədər əzəmət verir Allah, Peyğəmbəri, Quran-ı Kərim özü. Sən bunun fərqindəsənmi? Təəssüf ki, fərqində deyil. Oruç tuturam da, Allah deyib, oruç tuturam. Yəni bunun özü də böyle bir şeydir. Təvazökarlıqdan irəli gəlir. Yəni təbii ki, bu adam durub deməyəcək ki, bəli, mən böyük bir iş görürəm. Amma belə deyək də, kənardan ona qiymət vermək, dəyər vermək ki, sən həqiqətən əzəmətli bir iş görürsən. İndi özümüzü deməsək də, amma oruç tutanları belə deyək də. Ümumiyyətlə, üzr istəyirəm, oruç tutan insanın bütün əzaları oruc olmalıdır. Oruç tutmaq təkcə az qalmaqdan ibarət deyil. Oruç tutan insanın gözü, dili, qulağı, hər əzası oruc olmalıdır. Hər peyğəmbərin, məsələn, özünün bir möcüzəsi olduğu kimi, Həzrəti İsa'nın da möcüzəsi var idi, Həzrəti Musa'nın da möcüzəsi var idi, Yəqubun da möcüzəsi var idi, Yunusin də möcüzəsi var idi. Həqqü Teala Həzrəti Musa peyğəmbərə dedi ki, ya Musa, ey Musa, niyə görə mənimlə danışmırsan, söhbət etmirsən? Dedi, ilahi pərverdikarı, oruç tuturam, ağzımdan pis qoxu üfunəti gəlir. Dedi, sənin ağzından gələn o pis qoxu üfunəti mən səndən ətir şəklində qəbul edirəm. Yəni, sən bunun üçün zərrə qədər narahat olma. Bu ay mükafat aydır, bu ay gözəllik aydır, bu ay Quranın baharıdır. Yəni, Quran artıq Ramazan ayında bildiyimiz kimi Peyğəmbərimizə nazil olub. Bizdə el arasında bu qiymət söz var. Bu qiymət sözü qədr sözündən götürülüb. Yəni,
insan ağlı, insan şuuru bunu dərk eləyə bilmir. Duxan surəsində Qurani-Kərimdə Həqqü Teala ayədə deyir ki, İnna ənzəlnahu fi leylətil mübarəkə. Həqiqətdə biz Quranı mübarək bir gündə, mübarək bir gecədə nazil elədik. Və ma ədraka ma leylətul qədr. Deyirsən, nə dərk edirsən ki, Qədir gecəsi nə deməkdir, onun fəziləti nədir? Leylətul qədru xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan şərafətlidir. Bir də maraqlı bir məsələni qeyd edeyim. Bir ayın digər aya birləşməsi var. Tutaq ki, əgər bir insan Rəcəb ayını bütöv oruç tutursa, Şaban ayını bütöv oruç tutursa və Şaban ayını da artıq Ramazan ayına birləşdirir. Hədislərimizdə qeyd olunur ki, hər kim Şaban ayının orucunu Ramazan ayının orucuna birləşdirərsə, Allah onun kiçik və böyük günahlarını bağışlayar. Bir insan hər hansısa bir iş görür və onun müqabilində mükafat alırsa, təbii ki, Allah da insanı Ramazan ayında mükafatlandırır. Çox gözəl. Qarşıda əhya saxlayacaq müsəlmanlar, insanlarımız, möminlərimiz əhya saxlayacaqlar, gecələri yatmayacaqlar. Son 10 günlük gəlir, Qədir gecəsi gəlir qarşıda. İnşallah Allah bizi o gecəni dərk edənlərdən qərar versin. Sizdən bir dua istəyəcəyik proqramımızın sonunda, iftarın vaxtında, duaların qəbul olunan vaxtında. Buyurun, dua edin. Allah dualarımızı qəbul eləsin. Allah bu ayda, Ramazan ayında edilən ibadətləri qəbul eləsin. Allah sizləri bu ayın feyzindən, bərəkətindən ayrı salmasın. Allah ölkəmizi, xalqımızı, insanlarımızı qorusun. Var olasınız. Çox sağ olun. Təşəkkür edirik sizə. Əziz və möhtərəm izləyicilərimiz, dualarınız qəbul olsun, ibadətləriniz qəbul olsun. İnşallah sağlıqla qalın sabaha qədər. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne amirel mu'minin Aliyen veliyullah. Eşhedü enne Mevlana amirel mu'minin Aliyen hüccetullah. Hayya ala salati, hayya ala salah. Hayya ala al-falah.
الصلاة حي على خير الأعمال حي على خير الأعمال الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله وصلى الله على سيدنا محمد وآله وسلم. بسم الله الرحمن الرحيم. اللهم اهدني فيه لصالح الأعمال واقض لي فيه الحوائج والآمال يا من لا يحتاج إلى التفسير والسؤال يا عالما بما في صدور العالمين صل على محمد وآله الطاهرين. 17-ci günün duası. Allahım, məni bu ayda gözəl əməllərə yönəld. İstək və arzularımı rəva qıl. Ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən, Məhəmmədə və onun pak əhli beytinə salavat və salam yetir. يا علي يا عظيم يا غفور يا رحيم يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير الذي ليس كمثله شيء وهو السميع البصير
وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه عليه، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، من علي بفكاك رقبتي من النار، في من تمن عليه وأدخلني الجنة، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Bağışlayan ve mehriban Allah'ın adıyla. Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O eşidən və görəndir. Bu Ramazan ayı sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruç tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O elə bir aydır ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda Qədr gecəsini yerləşdirib, onu 1000 aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhimlisi. Sənsən böyük Allah. Bismillahirrahmanirrahim. Allahumma adkhil ala ahlil kuburi surur. اللهم أغني كل فقير، اللهم أشفي كل جائع، اللهم اكسو كل عريان، اللهم اقضي دين كل مدين، اللهم فرج عن كل مكروب، اللهم رد كل غريب، اللهم فك كل أسير، اللهم أصلح
كل فاسد من أمور المسلمين اللهم اشفي كل مريض اللهم سد فقرنا بغناك اللهم غير سوء حالنا بحسن حالك اللهم اقضي عنا الدين وأغننا من الفقر إنك على كل شيء قدير. İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acıları doyuzdur. İlahi, paltarı olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, sən hər bir şeyə qadirsən.